sən ancaq 2 dəfə prezident ola bilərsən. Yəni, burada nə var? Burada yəni, ədalət pozulmasın deyə. Məsələn, deyək ki, sən ola bilər ki, 5 ildə şərəfsizlik edərsən, qudurğançılıq edərsən, 5 ildə 10 il. 10 ildən sonra sən avtomatik çıxmarsın. Yəni, sən artıq seçilə bilməzsən. Onda, məsələn, deyək ki, sənin o divan elədiyin adamlar var, o hansı ki, haqqını uğradın, şeylədin, arz saxladın. Həmən adamın tərəfdarları gələcək, burada artıq ədalət tərəfsi bərabərləşəcək. Yəni, bu gün sən uğrayırdın, sabah uğrayacaq. Birisi gün də mən çalışacağım ki, mənim nəslim gəlsin hakimiyyətə. Yəni, amma bu, baxın, 21 ildir. 21 ildir bu adam nədən başladı? Məsələn, Heydər Əliyev gəldi, baxın. Niyə bu pozdu bunu? Özündən başlamadı. Bütün Qafqazın şeyxindən başladı. Respublikanın prokurorundan başladı. Deyək ki, Respublikanın ombudsmanından başladı. Bilirsiniz. Yəni, prokuror da 2 dəfədən artıq seçilə bilməz. Şeyxülislam da 2 dəfə onu ömrü vəbşi Qafqazın şeyxi elan elədi ki, özünün cinayətinə şərik eləsin. Ona görə ki, bu bilirdi ki, 5 ildən sonra bu bir də verəcək, ondan sonra vəbşi hakimiyyətə getmək fikri yoxdur. Və ona görə də Zakir Qaralov kimi bir gədəni, bir piyaniskanı, deyək ki, o Nəsimin polisində idi, deyəsən danışırdılar ki, gəlir o qədər içib şey eləmişdi ki, şalvarı batırıbmış. Sonra apardılar, bunu prokuratura orqanlarından kənarlaşdırmışdılar. Heydər Əliyev gələndən sonra bunun cinayətli olduğunu yəni bilirdi bunun məsələsinin zibil olduğunu. Çağırdı, dedi ki, gəl səni baş prokuror qoyacam, mən nə dedim onu eləyərsən. Və bununla da məsələ pozuldu. Bilirsiniz, yəni o nöqteyi nəzərdən, məsələn, bir prokuror niyə öz vəzifəsini yerinə yetirmir? Ona görə ki, onu həmən o postu qoyanda çağırıb deyiblər ki, əzizim, gəl səni baş prokuror qoyuram. Bilirsiniz də, burada o baş prokuror nə eləməlidir? O da onun əlindən, əyağından öpü gəlir, keçir. Məsələn, deyək ki, ləyaqəti şəxsiyyət olan adam deyər, mən bunu eləyəmərəm, sadəcə olaraq getməz. Amma bu əksinə, onu eləmək üçün başdır, cənab prezident. Sülhpərvər yazır ki, bəs Şahəddin bəy, biz niyə bu günə düşdük? Necə oldu Heydər hakimiyyətə gəldi, necə oldu? Dostlar, bunlar hamısı, məsələn, mən sizə sadə bir şey deyim, yadınızdadırsa, Heydər Əliyev 91-92-ci illərdə Heydər Əliyev gələndə. Yəni, ən çox Vəzirov Əliyev-Şina məsələsini qaldırdı. O, Əbdülrəhman Vəzirov gələndə falan da biz hamımız onu ələ saldıq, yadınızdadırsa. Və mən, inanın, mən bir dəfə Gəncəyə komandirovkaya, ezamiyyətə getmişdim. Orada bu Əhməd İsayev var idi, kommunistin keçmiş müxbiri. Gəncə haqqında çox yaxşı kitablar yazmış bir insan. Yəqin ki, dünyasını dəyişmiş olar, Allah rəhmət eləsin. Əhməd müəllimlə biz əlaqə saxladıq. Mən oradan Gəncədən bir 45 dəqiqəlik bir veriliş elədim. Bu torpağın hər qarşı. Deməli, orada yəni 92-ci il idi deyəsə, 92 idi, hələ onda bunlar hakimiyyətə gəlməmişdi. Və onda biz getdik Əhməd bəydən deməli oturmuşduq Qarkomun, yəni o icra hakimiyyətin, bugünkü icra hakimiyyətin binasında aşağıda stolova var, yəni yeməkxana. Həmən yeməkxanada mənə belə bir söhbət elədi. Dedi ki, o vaxtı, yəni 70-ci illərdə Vəzirov Gəncənin birinci katibi olub. Təsəvvür edeyim. Və o, burada deyir, birinci katib olanda ilkin vaxtlarda deyir, gəlib, deyək ki, günorta pilifdə, günorta yeməyinin vaxtı gələndə gəlirdi, bu stolovada hamı ilə bərabər növbəyə dayanırdı və yemək alırdı və bir dəfə, 2 dəfə, 3 dəfə axırda bunu başa saldılar ki, yəni bunun gəlməyi lazım deyil buraya. Baxın. Və bunu deyir, şey elədilər, kabinetdə, filan zat. Halbuki bu özünü bu insanlardan ayırmırdı. Yəni, insan kimi deyirəm, yəni o nöqteyi nəzərdən baxın, Vəzirov kimi bir adam
İndi onun o məfkurə falan, yəni düşüncə tərzi falan hamısı təbii ki, rusların içində böyümüşdür. Məsələn, hardasa belə bir şey olacaq və 90-cı illərdə Vəzirov gəlib buna qarşı mübarizə aparanda az qalırdıq Vəzirovu daşqalaq eləyək. 91-lər yadınızdadır, 91-lər Heydər Əliyevə müraciət eləmişdi gəlmək. Gəlin biz bu saat İlhamın vaxtıdır. Deyək ki, bir 10 nəfər Azərbaycanda oturaq kiminsə gəlməyinə müraciət edək ki, hakimiyyət idarə olunmur, gəl Azərbaycana, gəl bizə kömək elə. Adamın anasını ağladarlar, həmin 10 nəfərin. Amma baxın, yəni az-çox demokratiya, az-çox onda şeylər var idi ki, yəni o adamların hamısı da bizim gözümüzün qabağında sonra gəldilər, vəzifə tutdular. 91-lərin demək olar ki, hamısına vəzifə verdilər və oradan istər-istəməz Heydər Əliyevin bu şərəfsizliyini dözməyib, sonradan geri çəkilənlər, çıxanlar da oldu. Amma əksəriyyəti vəzifə aldı. Hələ bu gün də deyək ki, o 91-lərdən onun içindən bu gün də nəvəsi, nəticəsi, kötücəsi və yaxud da deyək ki, oğlu, uşağı həmən ondan yararlanan adamlar var. Biz sadəcə olaraq bilirsiniz, yəni biz həddindən artıq demokratik mövqe sərgilədik. Yəni, halbuki onda daha biraz bərk olmaq lazım imiş, onda daha bir çox şey olmaq lazım imiş ki, yəni ciddi olmaq lazım imiş ki, bu işlər baş verməsin. Görünür, sadəcə olaraq biz, yəni bizim xalqımıza bu qədər demokratik bir, deyək ki, hakimiyyət gərək deyilmiş.